biz Bəqərə surəsi 59-cu ayədən başlayaraq kəlmə və kəlmə sözlərin morfoloji təhlilini verməyə çalışacağım. Bismillahirrahmanirrahim. Bəqərə surəsi 59-cu ayə. Fəbəddələl-ləzīnə zələmû qavlən qayrəl-ləzî qilə ləhum fəənzəlnə aləl-ləzīnə zələmû. İndi bura qədər gələk. Fəbəddələl-ləzīnə zələmû. Bunun hərfi tərcüməsi o deməkdir ki, fəbəddələ dəyişdirmək deməkdir. Əlləzinə o kəslər ki, zələmu zülm etdilər. Demək, mənası necə olacaq? Zülm edənlər, bax buradan başlayırıq, zülm edənlər, əlləzinə zələmu, zülm edənlər, demək, əlləzi qilə ləhum, onlara deyilmiş olan sözü, qayra, başqa bir sözlə neynədilər? Dəyişdirdilər. İndi inşallah bura qədər təhlilini verək. Ləhumə qədər təhlilini verəcəyik. Fə burada başlama hərfidir. Bəddələ feildir. Feilin ikinci düzəltmə babındadır. Yəni fəalə modelindədir. Bunun indiki gələcək zamanı olacaq yufəilu, yəni yubəddilu şəklində olacaqdır. Sonra əlləzinə, özə bəddələ, onu da sizlərə deyim ki, üçüncü şəxsdədir, kişi cinsindədir və təkdədir. Əlləzinə mənası o kəslər deməkdir, nisbi əvəzlikdir, kişi cinsindədir və cəmdədir. Zaləmu, zülm etdilər, zaləmə feilindəndir. Demək, üçüncü şəxsdədir, kişi cinsindədir və cəmdədir. Zülm etdilər deməkdir. Qavlən, bir sözü deməkdir, isimdir, qeyri-müəyyənlikdədir və təsirlik halındadır. Bu niyə görə təsirlik halındadır? Çünki burada feil, burada zaləmu feil və bu qavlənə təsir edir. Ona görə bu oldu təsirlik halında. Qayrəl-ləzi, başqa şey deməkdir, başqa əlləzi kəslər deməkdir. Burada qayrəl-ləzi başqa bir şey, yəni qavləndən söhbət gedir. Burada sözdən söhbət gedir. Ona görə də əlləzi burada verilib. Qayrəl-ləzi izafət birləşməsidir. Hardan bildik? Çünki